Salam izləyicilərimiz, sizə 250 manata görülən işləri təqdim edəcəm. Müştəri bir neçə ay bundan qabaq bizimlə əlaqə saxlamışdı. Biz o smeta və qiymətləndirmə çıxartmışdıq. Müştəri üçün uyğun olmadı. Müştəri 250 manata başqa bir qrupa tapıb təmir etdirməyə başlamışdı. 2 ay müddət keçib. Həmən evdə yaşayışlı mənzil olub. Novostroyka binasıdır, amma yenidən təmir etdirmək istəyirdi. Söküntü işlərinə başlayıblar. 2 ay müddətində nə iş görüblər? Aboyu söküblər, sanitar qovşağın, keramogranitini söküblər və dəhlizdə parket idi. Parketi söküb istipol çəkmək üçün söküntü ediblər. 2 ay müddətində bu işləri görüblər. Hətta ki, otaqlarda olan parketləri belə zədələyiblər. Günah həm ustadadır. Sən bunu düşünməlisən ki, bu parketi zay eləmək olmaz. Necə çəkmək lazımdır ki, parketə toxunulmasın. Məsələn üçün 250 manata ev təmir etdirmək istəyirsinizsə, düşünün ki, ustanın haqqı da var, həm materialı var, həm nəqliyyatı var, həm fəhləsi var. Yəni bunlar nə qədər pul aparacaq, nə qədər pul gedəcək, ona görə siz təmiri 250 manata verməlisiniz. Elə burada ustanın haqqı 150 manatdan 200 manata qədər elə ustanın haqqıdır. Bütün xırda işləri görənə qədər 180 manat ən azından ustalara, fəhlələrə pul xərclənilir. Hələ fəhləni qoya qırağa, fəhlə addi puldur. Amma ustaya gedən puldan söhbət gedir. Müştəri düşünmədən evin verib təmirə, yazıq indi açıq deyirəm. İndi məni izləyir qardaş. Mən indi onun evin təmirə götürmüşəm, çəkiliş də eləmişəm, buyurub izləyərsiniz. İndi müştəri 11.000 manat pul ödəmişdi, amma evində heç bir iş getməyib. Halbuki evi 2 ay müddətində təmir eləmək olardı. Çünki evdə böyük bir iş görülməyəcəkdi. İndi buyurub izləyərsiniz. Yəni müştəri 2 aydır, 2 aydan çoxdur, vaxtı keçib, evinə köçə bilmir və necə işlər görülüb, hansı materiallardan istifadə ediblər. Yəni çox keyfiyyətsiz materiallardan istifadə ediblər. Çox keyfiyyətsiz. Yəni müştəri indi peşmançılığını da çəkir. Mən istəmirəm ki, siz də peşman olasınız. Mən bunu demirəm, yəni işi mənə verin. Xeyr, sadəcə 250 manata iş görülməz. Yəni bunu düşünməyin. Düşünmək də istəyirsinizsə, ucuz başa gəlsin, yaxşı qiymətlisə, o zaman siz hesablayın. Ustaya nə qədər gedəcək, materiala nə qədər çıxacaq, bunlar hamısı hesablanmalıdır. Ona görə ziyan edirlər müştərilərimiz. İndi müştəridən evi təmirə götürmüşük. Başlayırıq. Bu gündən belə başlamışıq. İstipol çəkilib, istəyəşkə işləri görülür. Ətraflı çəkiliş edib sizə göstərəcəm. Yatır sisteminə görə götürüb parketləri kəsiblər. Yəni müştərinin xəbəri olmadan. Nəysə, uzun sözün qısası gözəl insanlar. Mənim hesabıma görə keyfiyyətli material olsun deyə 380-dən yuxarı mən işləyirəm. Çünki aşağı qiymətlərlə işləsəm, gərək bütün materialları keyfiyyətsiz olsun. Amma siz ev sahibisiniz. Siz öz evinizi niyə siz zay edirsiniz? Niyə ucuz işləri gördürürsünüz? Yəni ucuz qrupaya verib iş gördürürsünüz? Ya özünüz təmir eləyin, usta tapın, materialınız özünüz alsaz, ustaya versəz daha keyfiyyətli olacaq. Ya da ki, verirsinizsə kiməsə işi təmir etdirməyə, o zaman 380-dən yuxarı düşünmək lazımdır. İndi müştərimiz ziyan edib. Mənə də deyir ki, paylaş ki, o hamısı bilsin. Mən də paylaşıram.